Bəli, geridə qalan xəbər saatında mədəniyyət paytaxtımız Şuşadakı Yuxarı Gövhərağa məscidində qılınan bayram namazları ilə bağlı görüntüləri sizə təqdim etdik. Hazırda isə Şuşada ilk yaşayış kompleksinin ərazisindəyik və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin burada yaratdığı heyvan kəsim məntəqəsindəyik və bildirmək istəyirəm ki, hazırda qurbanlıq heyvanlar içəridə kəsilir və bununla paralel olaraq ərazidə səyyar baytarlıq laboratoriyası yaradılıb stasionar şəkildə, yəni kəsilmiş heyvanlar tam sağlam olduğu ilə bağlı sertifikat aldıqdan sonra, kəsimdən sonra o nümunələr götürülüb səyyar baytarlıq laboratoriyasına ekspres testdən keçiriləcək. Daha sonra isə Şuşa sakinləri burada kəsilmiş heyvanlardan öz qurban paylarını alacaqlar. Biz də Azad Şuşamızda, Azad Qarabağımızda bu bayramı qeyd edirik. Bayaq qeyd etdiyim kimi bayram namazında iştirak etdik. ASTV komandası olaraq o gözəl qürur verici görüntüləri sizə təqdim etdik və indi isə Şuşa sakinləri üçün yəni qurban paylarının verilməsi prosesində də iştirak edəcək və fürsətdən istifadə edib xalqımızı, bütün müsəlman dünyasını Qurban bayramını, bu bayramını azad torpaqlarımızdan, mədəniyyət paytaxtımızdan təbrik edirik. Şuşadan çatdırmaq istədiklərim bunlardır.